Salam, hər vaxtınız xeyir olsun. Bugün biz sizlərlə WhatsApp qrupumuzda paylaşdığımız maraqlı birinci sualın izahına baxaq. Deməli, belə bir sual verilir ki, A və B həqiqətlər olduğuna görə bu A bölünsün B nisbətinin ən böyük qiyməti bizdən soruşulur. Ümumiyyətlə, ən böyük və ən kiçik qiymət şərti olan suallarda biz əsasən koşu bərabərsizliyindən istifadə edirik ki, bu da A üstə gəlsin B böyükdür bərabərdir 2 kökdə AB. Əgər A və B ədədlərimiz müsbət olarsadır və ikinci halda isə A üstə gəlinsin B kiçikdir bərabərdir mənfi 2 kökdə AB şəklində istifadə edirik. Və bizim bu sualımızda A və B ədədlərini ən böyük dəyər, ən böyük həqiqi qiyməti soruşulur. Deməli, A üstə gəlinsin B birincidən istifadə edək ən böyük halda verdiyinə görə. A plus B-ni böyükdür bərabərdir 2 kök altında. Daha doğrusu burada B-nin yerində 1 bölü B qiymətini qoyaq. Böyükdür bərabərdir A vurulsun, 1 bölünsün B-ni yazırıq. Bu şəkildə A plus 1 bölünsün B qiymətinə biz 16 qiymətini yazaq. 16 böyükdür bərabərdir 2 kök altda A bölünsün B. Hər tərəfli kvadrat yüksəltsək A plus B kiçikdir bərabərdir 8-in kvadratı eləyər. Yəni ən böyük qiymətimiz 8-in kvadratı olan 64 olduğunu deyə bilərik. Növbəti suala keçək. Növbəti sualımıza keçək. Bu sualımızda bizə deyir ki, şəkildə verilənlərə əsasən AB BC-yə bərabərdir. Verili şəkildə bucağının 90 dərəcə olduğunu bu hissəni bizə qeyd edib. Daha sonra biz BDC bucağının 135 dərəcə olduğunu bilirik. Bu hissəni 135 olaraq bizə verib. Bizdən AD-nin BD-yə olan nisbəti soruşulur. Ümumiyyətlə 135 dərəcə ya da 60, 30, 45 dərəcə bucaqlarda əlavə xəttlər çəkmə yöntəmləri ilə cavablar tapmamız mümkün olur. Məsələn, bunu bu şəkildə uzatsam, açıq bucaq yaradacaq şəkildə bu şəkildə uzadır. Bir dənə diklik yaratsam, 45 dərəcə qonşusu 45 yaradım. Bir dənə hündürlük çəkirəm. BD-nin bir uzantısına C-dən bir dənə hündürlük çəkək deyək. CK şəklində qeyd edək buna. Daha sonra bu 45 isə bu da 45 olduğunu deyə bilərik. Buna bir dənə M olaraq yazsam, bu da digəri M olar. Və burada bir şey diqqətimizi çəkir. Diqqətimizi çəkən nədir? Bu üçbucaq 90 dərəcə və qarşısındakı hipotenuz ilə bu da 90 dərəcəli bir bucaq və qarşısındakı hipotenuz ortaqdır. Əgər bu ortaqlığı görürəmsə, bu üçbucaqlar oxşarlıqdan çıxır, artıq bərabər üçbucaqlar olduğunu deyə bilərəm. Bu üçbucaqların bərabər olduğunu deyirəmsə, məsələn, buna bir alfa yazsam, biraz tündəklə göstərək. Buna bir dənə alfa olaraq yazsam, digəri isə bu beta olur. Bu da qonşusu alfa. Eyni şəkildə bu bucağın tamamını da beta olaraq göstərə bilərəm. Bu şəkildə göstərəndən sonra artıq bu üçbucaqlar bir-birlərinin birbaşa eynisi olduğuna görə, bu üçbucaqlar artıq bir-birlərinin eynisi olduqlarına görə uyğun olaraq bucaqların qarşısındakı tərəflər də eynidir. Məsələn, mən burada baxsam görürəm ki, alfanın qarşısı bu tərəf m-ə bərabərsə, deməli bu üçbucaq üçün də alfanın qarşısı m olmuş olur. Yəni bu tərəf m olur. Daha sonra eyni şəkildə betanın qarşısında bu tərəfin 2m olduğunu görürəmsə, digərində də betanın qarşısındakı bu tərəf 2m olduğunu yaza bilərəm AD tərəfi üçün. Vəssalam, artıq sualımızın həlli hazırdır. AD-nin qiymətini biz 2m olduğunu tapdıq. BD-nin qiymətini isə m olaraq gördük. 2m-in m olan nisbətdə bizə 2 cavabını vermiş oldu. Növbəti suala keçək. Üçüncü və bugünün son sual deyək. Növbəti sualımızı inşallah növbəti günlərdə paylaşsam. Bu şəkildə verilən bir ifadə var. İkisinin ən böyük qiyməti bizdən soruşulur. Deməli, bu tip suallarda, əgər bu şəkildə şərtlər verilirsə, bizdən soruşulan hər nədirsə x-dir. Birinci növbədə bunların üçünü də bir-birinə bərabər olaraq x olaraq qəbul edə bilərik. X olaraq qəbul etsək, məxrəc ortaq qalır. Bu da 2 üstəgəl, 3 üstəgəl 4 olaraq yazdıq və bu da bizə bərabər olmuş oldu 5-də 1-ə. Daha sonra bu şəkildə yazanda x də bərabərdir. 5 üstəgəl 9 vur 5 elədi 45. Lakin burada bizim cavabımızı yazarkən diqqətli olmalıyıq ki, əgər şərtimizdə x-i sol tərəfdə olaraq götürürsə, bu zaman siz də x-i 45-dən kiçik olaraq qəbul etməlisiniz. Əgər x-i sağ tərəfdə və digər hərfləri sol tərəfdə yazsaydı, məsələn, yeri dəyişik formada y, z-i bura yazsaydı, x-i sağ tərəfdə olsaydı, biz artıq bu zaman 45-dən böyük qiymət götürüb, yəni 46 olaraq yaza bilərdik cavabı. İndiki halı ilə bu sualımızın cavabı 45-dən kiçik olan ən böyük qiymət 44 olaraq qəbul edə bilərik. Növbəti suallarda görüşərik. Hər kəsə uğurlar.